Salam əziz və dəyərli izləyicilərim, biz bugün qulaq ağrısından danışacağıq. Hansı ki, uşaqlarda və böyüklərdə qrip sonrası qulaq ağrısı, qulaq tutulması, belə problemlər yaşanır. Xəstəliklərdən sonra olur və yaxud da belə soyuq dəymələrdən olur. Əgər sizdə də, uşaqlarınızda da belə problemlər varsa və münasib qiymətə bütün apteklərdən əldə edə biləcəyiniz bir damcı axtarırsınızsa, mən sizə otogen damcını məsləhət görürəm. Bütün apteklərdən əldə edə bilərsiniz. Qiyməti çox münasibdir və istifadə olunduğu andan, yəni hər qulağa, ağrıyan qulağa 2 damcı istifadə eləməklə cəmi 2-3 dəqiqə, 2-3 saniyə, 2-3 dəqiqə sonra artıq effektini görə bilirsiniz. Otogen damcı tərkibində olan lidakain nəticəsində qulaqda gedən prosesləri lokallaşdırır və ağrını anındaca kəsir. Uşaqlarınızda da varsa qulaq ağrısı, otogen damcı istifadə edirsiniz. Cəmi 2 damcı, hər qulağa 2 damcı. Və gecəni rahat yatırlar, siz də rahat dincəlirsiniz. Videonu bəyənib paylaşmağı, rəy yazmağı unutmayın, minnətdaram.